Hər birinizi salamlayırıq. Dəyərli vaxtınızı ayırıb qoşulduğunuz üçün təşəkkür edirik. Nəhayət ki, bu gün predikativ kort məhkəmə müsabiqəsinin finalıdır. Belə bir vaxta təyin olunmasının əsas səbəbi ondan ibarətdir ki, biz final mövzusunu dəqiqləşdirirdik, müəyyən üzərində işlər görürdük. Həmçinin tövsiyənin hazırlanması məsələsi vardı ki, hansı mənbələrdən istifadə edəsiniz və mövzu da düşündük ki, finala görə ağır olmalıdır və təəssüf ki, olimpiada proqramında da əsərlər çox da belə kauçuk deyildi və ən yaxşı halda seçilə biləcək əsərlərdən birini seçdik düşünürəm ki. Hər birinizə uğurlar. İstərdim ki, digər hakimimiz də öz təəssüratlarını bildirsin. Hər birinizi salamlayıram. Öncəliklə hər iki iştirakçını son tura qədər gəlib çatdıqlarına görə təbrik edirəm. Onu bildirmək istəyirəm ki, bu prosesin yekununda bizə görə məğlub kimsə olmayacaq. Ən azından buradan qazandığınız və həm fiziki olaraq, həm də mənəvi olaraq qazandığınız nəsə olacaq. Buna görə bir daha sizi təbrik edirəm və bizim bu prosesdə əsas məsələmiz görək siz bu turların nəticəsində öz ittihamınızda, müdafiənizdə nələrsə təkmilləşdirə bilmisinizmi, hüquqi düşüncənizdə, argumentasiyanızda nələrisə inkişaf etdirə bilmisinizmi? Ümid edirəm ki, bu həqiqətən də öz töhfəsini verib sizə və bunu proses gedişində də görəcəyik və hamının beynindəki o maraqlı sual görək birinci kim alacaq. Uğurlar arzulayıram hər birinizə. Mən də uğurlar arzulayıram. Bir əlavə edim ki, həqiqətən kənardan zahirən çox rahat görünür bu prosesi təşkil etmək, amma həm mövzunun seçilməsi, həm iştirakçıların hazırlaşması baxımından kifayət qədər ciddi məsuliyyət tələb edən bir məsələdir. Çünki zaman-zaman belə deyək, hamının ürəyi istədiyi nəticəni təmin etmək alınmadı və kənardan baxanda elə düşünüldü ki, yox, kənardakına təbii ki, təəssürat olaraq elə gələ bilər ki, X iştirakçı niyə qalib gəlmədi və yaxud digəri daha yaxşı idi, daha pis idi. Ancaq biz burada yaxşını, pisi ümumi mülahizələrlə yox, qoyduğumuz 5 meyar əsasında müəyyən etməyə çalışdıq. Bu gün də elə olacaq. Əgər iştirakçılarımızın da hər hansı bir sözü yoxdursa, istərdim ki, çıxışa başlaması üçün sözü ittihamçıya verim. Bugünkü prosesdə ittihamçı Rəvan Rüstəmzadədir. Xatırlatmaq istəyirəm ki, sizin bu mərhələdə vaxtınız 5 dəqiqə ilə məhdudlaşır. İlk öncə salam. Hörmətli məhkəmə, bugünkü məhkəmə baxışında təqsirləndirilən şəxs Səlmanın hərəkətləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 307.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməllərini tam şəkildə özündə ehtiva edir. Əvvəlcə qeyd edim ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 307.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayət törətmiş şəxsi qabaqcadan razılaşdırmadan, yəni vəd etmədən bilə-bilə gizlətmə və ya ona cinayət məsuliyyətindən yayınmağa kömək etmə cinayət məsuliyyəti yaradır. İttiham aktına görə Murad adlı şəxs tərəfindən törədilən əməl qəsdən adam öldürmə, xüsusilə ağır cinayətlər kateqoriyasına daxildir və bu isə 307.3-cü maddənin hüquqi bazaları tətbiqinə tam imkan yaradır. Səlmanın cinayətkarı bilə-bilə gizlətməsi, şahid ifadələri, onun öz sözləri ekspertiza rəyləri ilə sübut olunmuşdur. O, Muradın cinayət törətməsinin bilməsinə baxmayaraq, onu hüquq mühafizə orqanlarına gizlətmiş, öz mənzilinə sığınacaq vermiş və cinayət məsuliyyətindən yayındırmağa yardım etmişdir. Onun hüquq mühafizə orqanlarına təhvil vermədən qaçmasına, uzaqlaşmasına, cinayət izin etməsinə şərait yaratmışdır. Bu mövqe təsdiqlənilən şəxsin öz ifadəsi ilə də dolayısıyla təsdiq olunur. Belə ki, o, Muradı gizlətməsini ana ilə izah edir. Lakin hüquqi müstəvidə bu izah məsuliyyəti aradan qaldırmır. Bizə məlumdur ki, Səlmanov və Murad arasında nəinki Cinayət Prosessual Məcəlləsinin 7.0.32-ci maddəsi ilə müəyyən edilmiş yaxın qohumluq əlaqəsi, ümumiyyətlə qohumluq əlaqəsi yoxdur. Və bu da onun deməyə əsas verir ki, Səlmanın ana ürəyi açıqlaması hüquqi cəhətdən qəbul edilməzdir və o, şahidi olduğu hadisə haqqında tam doğru ifadə verməli idi. Və beləliklə bu onu cinayət məsuliyyətindən azad etmir. Səlman nitqindəki Səlma halak olur da verməz ələ və yaxud da amandasın, heç qorxma, heç sıqılma ifadələri onun qəsdən gizlətmə niyyətini ifadə edir. Təkcə mənəvi dəstək deyil, bilərəkdən və iradəli şəkildə gizlətdiyini, yardım niyyətini göstərir. Göründüyü kimi təqsirləndirilən şəxs öz hərəkəti ilə də hüquq mühafizə orqanlarının fəaliyyətini pozmuş, ədalətin bərpasına mane olmuşdur. Cinayət hüququnun əsas prinsiplərindən biri ictimai təhlükəsizliyin qorunması və ədalətin təmin edir. Hər bir vətəndaş xüsusilə də cinayət törədildiyindən xəbərdar olduqda bu barədə məlumat verməlidir və cinayətkarı gizlətməlidir. İstintaq materiallarına əsasən Səlman ilə Murad arasında cinayət törətməzdən əvvəl heç bir razılaşma olmamışdır. Bu da təbiidir ki, Səlman oğlunun qətlinə razı ola bilməzdi. O, baş vermiş hadisəyə qədər Muradı tanımamışdı, onunla heç bir əlaqəsi olmamışdı. Bu isə 307.3-cü maddənin tətbiqinə hüquqi cəhətdən mümkün və əsaslı eləyir. Əgər bu yardım əvvəlcədən vəd olunmuş olsaydı, məsələyə şəriklik, köməkçilik prizmasından baxılmalı idi və bu halda Səlmanın əməli törədilmiş cinayətdə iştirakçılıq kimi Cinayət Məcəlləsinin digər maddəsi təvsif olunmalı idi ki, hazırki halda bu mövcud deyil və 307.3-cü maddəyə əsasən dəyərləndirilməlidir həmin əməl.
Onu da qeyd etmək istəyirəm ki, 8 may 2023-cü il Konstitusiya Məhkəməsi Plenumunun qərarına əsasən cinayət törətmiş şəxsi bilə-bilə gizlətmə və ona məsuliyyətdən yayınmaqda kömək etməməli, ictimai təhlükəlidir və ədalətin bərqərar olunmasına bilavasitə maneə yaradır. Plenum həmçinin vurğulayır ki, belə hallarda cinayətin təhlükəsizliyi və cinayətkarın məsuliyyətə cəlb olunması ən prioritet məsələlərdəndir. Təqsirləndirilən şəxsin Səlma xanımın davranışı isə hüquq mühafizə sisteminin səmərəliliyinə xələl gətirmiş, cinayətkarın müəyyən olunmasında və cəzalandırılmasında maneələr yaratmışdır. Hörmətli məhkəmə, təqsirləndirilən Səlma xanımın davranışında aşağıdakı hallar müşahidə olunur. İlk növbədə cinayət törədilmiş şəxsin kimliyindən məlumatlı olması və onun cinayət əməlindən xəbərdar olmasına baxmayaraq hüquq mühafizə orqanlarına xəbər verməmişdir. Cinayətkara fiziki sığınacaq vermiş, onu öz evində gizlənməsinə şərait yaratmışdır. Nəticədə onu gizlətməklə hüquqi məsuliyyətdən yayınmasına kömək etmişdir. Bütün bu hallar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 107.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət tərkibini tam şəkildə formalaşdırır. Əlavə olaraq daha əvvəldə qeyd etdiyim kimi təqsirləndirilən şəxsin cinayəti törədənlə ailə qohumluğu olmadığı sübut olunmuşdur. Belə olsa 307-ci maddənin qeyd hissəsinə əsasən məsuliyyətdən azad olunması nəzərdən keçilə bilərdi. Lakin hazırki situasiyada onlar arasında heç bir yaxın qohumluq əlaqəsi yoxdur, bu haqda qeyd etdiyim kimi və Səlma xanım Muradı əvvəlcədən tanımırdı. Nəticə olaraq mən dövlət ittihamçısı kimi Səlma xanımın Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 307.3-cü maddəsi ilə təqsirli bilinməsini və ona qanunla nəzərdə tutulmuş müvafiq cəzanın təyin edilməsini xahiş edirəm. Ədalətin pozulmasına yol verən belə əməllərin cəmiyyətdə cəzasız qalması hüquq sisteminə inamı sarsıdır. Hörmətli məhkəmə, qərarınızın cəmiyyətin nizam-intizamının pozulmasının, cinayətkar meyillərinin güclənməsinin, mütəşəkkil cinayətkarlığın atılmasının qarşısını alacağına inanıram. Təşəkkür edirəm dinlədiyiniz üçün. Aha. Hörmətli ittihamçı, çıxışınıza görə təşəkkür edirik. İndi isə sözü qarşıdakı 5 dəqiqə ərzində Səlma ananı müdafiə etməsi üçün müdafiəçi Bahar Məmmədliyə verilir. Möhtərəm hakimlər, hörmətli qarşı tərəfin nümayəndəsi, öncəliklə hər birini salamlayıram. Növbət 5 dəqiqə ərzində təqsirləndirilən Səlmanı müdafiə edəcəm və onun əməlində cinayət tərkibi olmadığını sübut edəcəm. Əvvəlcə diqqətinizi bir mühüm məsələyə yönəltmək istəyirəm ki, Cinayət Məcəlləsinin 307.3-cü maddəsinin tətbiqi üçün yalnız şəxsin qatilin gizlədilməsində iştirakı kifayət deyil. Bu maddənin tələbi ondan ibarətdir ki, gizlədən şəxs cinayətin predmet və sübutlarını gizlətməklə onun açılmasına, cinayətkarın ifşa olunmasına və yaxalanmasına mane olmalıdır. Lakin əsərdə Səlma nə öldürülən şəxsin, yəni oğlunun cəsədini gizlədir, nə də cinayətin törədildiyi silahı gizlədir. Yalnız qatilin, yəni Muradı çox qısa müddətlik gizlədir. Lakin bunun anda onun məqsədi tamamilə fərqli olur. O elə bilir ki, Murad zərər çəkmiş şəxsdir, yəni kimliyindən xəbər olmur. Murad da bu anda özünü günahsız kimi təqdim edir və Səlmadan yardım istəyir, aman deyir. Səlma da insanın duyğuları ilə onu ələ verməməyi və yardım etməyə söz verir, amma o bunları eləyərkən bilmir ki, Murad cinayət törədib, hətta oğlunu öldürüb. Əksinə o Muradı zavallı biri kimi görür. Əsərin davamında isə Muradın əsl yüzü ortaya çıxır. Bu anda Səlma ona cəza verməyi düşünür, tərəddüddə qalır. Lakin sonra oğluna və özünə verdiyi söz yadına düşür. Öz vicdanının səsini dinləyir. Bir ana, bir insan kimi olaraq Muradla empatiya qurur. Bununla da o Muradı sərbəst buraxır və şikayət eləmir. O belə eləyərək öz şərəfini, yəni cəmiyyətdə qazandığı dəyərini qoruyur. Əgər Səlmaya bunun üçün cəza verilərsə, onun şərəf və ləyaqətinin müdafiəsi hüququ pozula bilər. Çünki hər kəsin öz şərəfini müdafiə etmək hüququ var. Ümumiyyətlə bu işin cinayət sayılması üçün bayaq da qeyd etdiyim kimi Səlmanın cinayətin açılmasına, cinayət törətmiş şəxsin yaxalanmasına və ifşa olunmasına maneə yaratması lazımdır. Lakin əsərdə belə bir halla qarşılaşmır. Çünki Səlma Muradı sadəcə bir neçə dəqiqə gizli saxlayır və bundan sonra o Muradı sərbəst buraxır. Həmin gizli saxladığı müddət ərzində isə heç bir istintaq işi aparıldığını görmür. Yəni qarşı tərəfin qeyd etdiyi əksinə olaraq hüquq mühafizə orqanlarından gizlətmir onu. Hətta Səlmanın oğlu Qanpolad belə Murad barəsində şikayət eləmir, ona toxunmamaqlarını deyir. Bu da bizi sübut edir ki, hətta hadisənin davamında belə Muradın məhkəməyə verilməsi ehtimalı azdır. Qeyd edeyim ki, Səlman Muradı məhkəmədən və polisdən, yəni hüquq mühafizə orqanlarından gizlətmir. Sadəcə Səlim və onun dostundan gizlədir ki, Muradı öldürməsinlər, ona zərər verməsinlər. Zaten vicdanlı olması nöqtələri də bura daxildir. Bir də qarşı tərəf qeyd edir ki, onların arasında qohumluq əlaqəsinin olmadığı sübuta yetirilmişdir. Lakin əsərin heç bir qismində onların arasında qohumluq əlaqəsinin olduğu və ya olmaması ilə bağlı heç bir şey görmürük. Digər bir məsələ bundan ibarətdir ki, biz 307-ci maddə ilə bağlı Konstitusiya Məhkəməsinin plenumunun qərarına baxdıqda görək ki, Səlma 307-ci maddə ilə cinayət məsuliyyətinə cəlb oluna bilmir. Burada qeyd olunub ki, əgər xüsusi ağır cinayətlə bağlı məhkəmə hökmü qanuni olaraq qüvvəyə minməsə, bu iş hökm məhkəmə qərarı çıxarılanadək dayandırılmalıdır. Əks halda bu, Səlmanın təqsirsizlik prezumpsiyasının pozulmasına gətirib çıxarır. Konstitusiyanın 63-cü maddəsi olan təqsirsizlik prezumpsiyasında da qeyd olunub ki, şəxsin təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmə
qanununa qüvvəyə minmiş hökm yoxdursa, həmin şəxs təqsirsiz sayılır. Burada isə Murad barədə yekun qərar yoxdur. Sonda Səlma ananın məqsədinin nə cinayətkarı gizlətmək, nə də onu qorumaq olduğunu görürük. Məntiqən də heç bir ana istəyərək öz oğlunun qatilini gizlətməz. Bunu istəyən əslində Qanpoladın özü idi. Bütün bunlar əsasında Səlmanın ictimai təhlükə törətmədiyini, sadəcə insanlıq borcunu yerinə yetirdiyi, düşündüyü bir prosesi yerinə yetirdiyi nəzərinizə çatdırır. Məhkəmədən Səlma barədə bəraət hökmü çıxarılmasını xahiş edirəm. Hörmətli müdafiəçi, çıxışınıza görə təşəkkür edirik. İndi isə təksib, əks-təksib mərhələsinə keçirik. Bu mərhələdə ilk olaraq sözü ittihamçıya veririk ki, sizin mövqeyinizi 3 dəqiqə ərzində öz dəlilləri ilə təksib eləsin. Müdafiəçi tərəfindən qeyd etdiyi kimi, Səlma xanım Qanpoladın nəşini gizlətməsə də, bu təbii ki, onun oğlu idi və bunu gizlədə bilməzdi. Hər halda onun da analıq duyğuları vardı. Lakin o qatili evində gizlətməklə cinayətin üstünün açılmasının qarşısını alır. Və gəlsək Səlim və onun dostunun onu öldürmək istəyi, əsərdə görünür ki, Səlma ananın sözü digərləri üçün mühüm bir məna kəsb edir və onun sözündən müəyyən qədər çıxmırdılar. Əgər Səlma ananın məqsədi cinayəti gizlətməmək olsaydı və yaxud da o cinayətkarı hüquq mühafizə orqanlarına təhvil verib, onun yargılanmasını hüquq müstəvisindən istəsəydi, o Muradı saxlayıb, yəni onun qaçmasına şərait yaratmamaqla həmçinin onun öldürülməsini də qarşılana bilərdi. Belə ki, o hüquq mühafizə orqanlarına xəbər versəydi, nə cinayətkar, yəni Murad həmin məkandan uzaqlaşa bilib qaça biləcəkdi, nə də ki, onun qisas qismində qətli həyata keçiriləcəkdi. Müdafiəçinin qeyd etdiyi ki, onlar haqqında qohumluq əlaqəsinin olmaması əsərdə yoxdur. Demək istəyirəm ki, Səlma xanım Murad haqqında danışanda onun yad eldən gəldiyini bildirir. Deyir, sən burada qəribsən, yadsan və bu da bizə onu deməyə əsas verir ki, bu yad idi, qərib idisə bunu tanımırdı və aralarında da heç bir qohumluq əlaqəsi yox idi. Bu qədər. Hörmətli iddiamçı, çıxışınıza görə təşəkkür edirik. İndi isə qarşıdakı 3 dəqiqə ərzində sizin də təksibinizi əks-təksib eləmək üçün sözü müdafiəçiyə veririk. Deməli, qeyd edildi ki, bəs əgər hüquq mühafizə orqanlarına xəbər verilsəydi, Murad ölməyə bilərdi, həm də qanun olaraq yerinə düşmüş olardı. Lakin dövrün şərtlərinə baxdıqda hüquq mühafizə orqanlarına xəbər vermək üçün yəqin ki, müəyyən bir ərazini qət eləməli idi və yaxud da teleqram, məktub kimi vasitələrdən istifadə etməli idi. İndiki müasir dövrdə olduğu kimi telefonlarla istifadə olunmurdu və əgər həmin prosesi yerinə yetirsəydi, həmin anda Murad və onun dostları, daha doğrusu Səlim və onun dostları Murada zərər verə bilərdilər və burada onu gizlətməmə, yəni nəşinin gizlətməsinə də toxundu. Nəşini gizlətmir, istəsə gizlədə bilərdi. Yəni cinayətin gizlətmək deyəndə sadəcə normal öz dini inanclarına uyğun proses həyata keçirərdi və cinayəti gizlədərdi. Lakin burada cinayətin gizlədildiyini də görmürük. Cinayətin üstünün açılmaması üçün xüsusi bir efor sərf eləmir. Sadəcə biz burada görürük ki, o cinayətkarı belə deyim, göndərir öz evinə. Çünki öz sözünün üzərində durmaq üçün və burada əsas məsələ cinayətkarı göndərməsidir, nəinki həmin insanın cəsədini, yəni öldürülən insan və cinayətin üstünü açmamaq üçün heç bir şey eləmir. Hətta bəlkə də ondan sonra hüquq mühafizə orqanlarına xəbər verib ki, bunu tutun və biz bunu əsərdə görmürük. Ona görə yəni bu cinayətin üstünü açmamaq üçün bir şey eləməyə doğru deyil. Hörmətli müdafiəçi, çıxışınıza görə təşəkkür edirik. İndi isə keçirik hakimlərin sualları mərhələsinə. Bu mərhələdə bir qədər biz artıq fərqlilik edirik. Əslində keçən mərhələlərdə var idi. Sadəcə açıq birbaşa sözlə ifadə etmirdik bunu. İndi final olduğu üçün deyirik. Demək, 3 sual verəcəyik hər bir tərəfə. Etdiyimiz fərqlilik sadəcə bundan ibarət olacaq ki, hakim olaraq məsələn, mən hər iki tərəfə sual verəcəm, digər hakimimiz də yenə də öz növbəsində hər iki tərəfə sual verəcək. Sadəcə proporsionallıq fərqli ola bilər. Bu bir məsələ. İkinci məsələdə istərdim ki, digər hakimimiz diqqətinizə çatdırsın. Ballarla bağlı. Əvvəl biz sizi qiymətləndirərkən yenə də digər hakimin qeyd elədiyi kimi formal olaraq, yəni sizə qeyd etmədən bunu özümüzdə sualları qiymətləndirib ədədi orta çıxardırdıq. Amma bunu artıq bu şəkildə ictimailəşdiririk ki, hər bir sualı individual şəkildə 3.33 bal meyarı müəyyən olunur və toplamda siz 10 bal ala bilərsiniz hakimlərin sualından. Yəni sizə maksimum 3 sual veriləcək, yəni konkret olaraq 3 sual veriləcək və hər suala maksimum siz 3.33 bal ala bilərsiniz. Toplamı da sizin 10 baldan aldığınız bal olacaq. Əgər 0.5-dən aşağı olarsa, yuvarlaq olaraq aşağı rəqəmə yuvarlaqlaşdırılacaq. 0.5-dən çox olarsa, bu tamlı rəqəm, yəni bal, o zaman yuxarı həddə, yəni yuxarı rəqəmə yuvarlaqlaşdırılacaq. Bu da sizin hakimlərin sualı meyarından aldığınız balla adekvat olacaq. Bir məsələni də əlavə etmək istəyirəm ki, biz keçən turda da sualları öncədən yazmışdıq, qeyd etmişdik. Sadəcə fərq olmuşdu ki,
çıxışçıların çıxışlarından əmələ gələ biləcək potensial suallarda spontan vermişdik, amma indi elə eləməyəcəyik. Yəni hər şey suallar şəkli, sadəcə yazılmış suallardan ibarət olacaq. Başlayaq mümkündürsə. Verə bilərəm əgər etiraz yoxdursa sual. Demək qeyd etdiyim kimi hər iki tərəfə sual verəcəm bu dəfə. Başlayırıq. Əgər Müdafiəçi. etiraz Bəli. yoxdursa, əvvəlcə bir tərəfə hər kimə sual verək, sonra digər tərəfə hər kimə sual verək. Hə, yəni bir tərəfdən qurtarıb sonra digər tərəfə. Məncə. Olar, olar. Müdafiəçidən başlayım onda. Ya tərsi də ola bilər, mənə fərq etmir. Olur, fərq yox. Müdafiəçi mənim sadəcə bir sualım olacaq. Demək bu sual nədir? Burada qeyd etmişik özümüzdə. Aha. Deməli, Cinayət Məcəlləsinin 307-ci maddəsində biz ümumiyyətlə məsələyə ədalətlilik, düzdür, siz çıxışınızda bunu qeyd eləmədiniz. Ədalətlilik prizmasından yanaşdıqca belə bir sual da ortaya çıxa bilər ki, bu Səlma ananın oğludur. Yəni ki, onsuz da öldürülən bunun oğludur və belə deyək də, əzab çəkən tərəf də odur, düşünülə bilər. Və ona görə biz 307-ci maddə ilə onu məsuliyyətə cəlb eləməyəm. Yəni sualını biraz dəqiqləşdirim. Məsələn, A adlı şəxs getdi, B adlı şəxsi öldürdü, C adlı şəxs bunu gördü, demədi. Bu başqa bir şeydir. Amma bu əsərdə öldürülən Səlma ananın oğludur və onsuz da burada bir növ 1-0 dala düşüb, mənfi haldadır. Amma 307-ci maddənin özündə heç bir istisna göstərilmir ki, maddənin sırf özünə görə oxumusunuzsa, deyilmir ki, öldürülən, yəni belə deyək, dünyasını dəyişən şəxs əgər cinayəti görüb gizlədənin ailə üzvüdürsə, biz onda onu məsuliyyətə cəlb eləməyək. Belə bir istisna yoxdur. Yəni suala görə aydın olmasa bir də təkrarlaya bilərəm. Aydındırsa cavab verəcəksiniz nəyə? Belə olan halda siz nə düşünürsünüz? Sizcə biz bu istisnanı kənara qoyub ədalətlilik prizmasından yanaşmalıyıq ki, məsələyə? Yox. Ola bilər qanunda istisna yoxdur, amma ədalətlilik prinsipi cəhətdən biz Səlma ananı bu əsasla da məsuliyyətə cəlb etməməliyik. Yoxsa deyirsiniz ki, bəli, razıyıq, istisna yoxdur, amma ki, ümumiyyətlə cinayət yoxdur. Arqumentimiz nədir burada? Seçimimiz və əsaslandırmamız. Məncə burada ümumiyyətlə cinayət yoxdur və əgər cinayət olarsa belə, bu ailə üzvü olması baxımından cəza ən azından daha yüngülləşdirilməlidir və cinayət məsuliyyətinə cəlb olunmamalıdır. Çünki ümumiyyətlə bu maddənin özünə baxdıqda və plenumun qərarına baxdıqda da çox 100% aydın bir maddə deyil. Plenumda da göstərilib bu. Yəni bəzi ziddiyyətli məqamlar var və məncə buna görə də ədalətlilik prinsipindən baxdıqda bu Səlma ananı cinayət məsuliyyətinə cəlb eləməməliyik və ümumiyyətlə burada da cinayət yoxdur. Bir şey dəqiqləşdim, çünki aydın olmadı mənə. İndi iki şey də deyəsən dediniz də, ədalətlilik prizmasına yanaşsaq da qəbul etməməliyik, baxmayaraq ki, maddədə istisna yoxdur. Bir də ki, ümumiyyətlə də bu əsərə görə cinayət yoxdur. Hətta bu maddəni qəbul etməsək belə. Düz başa düşdüm. Balı dəqiq yazmalıyım ona görə. Bu əsərə görə cinayət yoxdur, bəli, bunu demək istəyirəm. Çünki məsələn, burada baxırıq, görürük ki, əşyanın fragmenti gizlədir və ictimai təhlükə yaratmır Səlma ana. Son cavab budur. Yəni o bayaq dediyinizdən deyəsən dönürsüz. Ki, ədalətlilik Yox, prinsipi eyni deyirəm, sadəcə biraz aydındır. çəşməşdim. Mənim sualım bitdi artıq. Hörmətli müdafiə tərəfi, sizə təqdim olunan bu hissədə ümumiyyətlə Səlma ana Muradı ələ verməyəcəyini deyir. Ona qaçmağı təklif eləyir, oğlunun qatili olduğunu bilməyənə kimi. Artıq bildikdən sonra da fərqli bir hərəkət nümayiş etdirmir. Belə deyək, öldürdüyü, yəni Murad oğlunu öldürən şəxs idi və onu bildikdən sonra onu əfv edir. Dolayı yolla bu Səlma ananın cinayəti gizlətdiyi faktıdır. Nəyə görə Səlma ananın cinayət məsuliyyətini cəlb etməyə? Əslində orada fərqli bir davranış nümayiş elətdirir. Tərəddüdə düşür ki, bəs görəsən bunu əfv eləyim, yoxsa icazə verməyim getməsinə, ya da icazə verim getsin. Sonra həmin anda orada yadına oğlunun sözləri də düşür. Yəni bir növ onun öldürülən oğlunun vəsiyyəti yadına düşür ki, qoyun onu zərər vurmayın ona. Mən öz intiqamımı özüm almışam və burada o icazə verir ki, getsin, amma bu yenə də cinayət sayılmır. Çünki bu ictimai təhlükə törətmir və yəni belə deyim, polisdən və ya məhkəmədən gizlətmir də, sadəcə icazə verir getsin, bu qədər. Aydın. Növbəti sual, ümumiyyətlə Cinayət Məcəlləsinin 307.1-ci maddəsində qeyd olunur ki, ağır və ya xüsusilə ağır cinayətin hazırlanmasını və ya törədilməsini bilərək həmin cinayət barəsində xəbər verməmədə cinayət məsuliyyətinə cəlb olunmağa əsasdır. Yəni əslində Səlma ananı buna görə niyə biz cinayət məsuliyyətinə 307.1-dən niyə cinayət məsuliyyətinə cəlb etmirik? Ümumiyyətlə xəbər verməməklə gizlətmə arasındakı fərq nədir sizin fikrinizdə?
Gizlətmək konkret olaraq, məsələn, biri gəlir soruşur ki, polis və ya hüquq mühafizə orqanlarından gəlib soruşulanda ki, bu insanı görmüsünüzmü və ya bu cinayət haqqında xəbəriniz varmı? Əgər biz desək ki, yoxdur, bu zaman bu gizlətmə sayılır. Amma xəbər verməmə başqa bir mövzu. Ümumiyyətlə Səlma ana doğrusu xəbər vermir, amma əvvəlcədən vəd etmədiyi üçün bunu 307.3 ilə tövsif eləmək lazımdır. Daha doğrusu eləmək. Aydın. Aha. Danışıq sualları kimdən başlasın? Mən başlayım. Fərq etmir, o var. Bir sual olduğu üçün bəli elə. Ümumiyyətlə, təqsirsizlik prezumpsiyası deyilən bir anlayış var. Hörmətli ittiham tərəfi. Təqsirsizlik prezumpsiyasının mahiyyətinə görə, əgər cinayəti törətmiş şəxsin cinayət tərkibi, yəni cinayət əməli məhkəmənin belə deyək də qanuni qüvvəyə minmiş hökmü yoxdursa, bu cinayəti törətdiyinə dair, biz onu təqsirli hesab edə bilmərik. Yəni dolayı yolu təqsirsizlik hesab olunur. Və nəzərdən də göründüyü kimi məhkəmənin qanuni qüvvəyə minmiş bir hökmü yoxdur, kazusa yoxdur, hal-hazırda məhkəmə praktiki edir. Yəni Səlma ana üzərindən, amma konkret olaraq Muradın bu cinayəti törətməyinə dair hər hansı bir məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdur. Bu halda dolayı yolla biz deyirik ki, Murad təqsirsizlik hesab olunur. Yaxşı, bəs bu faktlar olduğu ola Səlma ana nəyə görə onu gizlətdiyinə əsas verən halların olduğu təqdirdə cinayət məcəlləsinin cəlb olunmasını istəyirsiniz. Əgər məntiqi açıdan baxsaq, əgər Səlma xanım həmin anda, yəni həmin situasiyada Muradı gizlətməsəydi, onun gizlənməsinə nail olmasaydı, belə ilə onu hüquq mühafizə orqanlarına təhvil versəydi, Murad haqqında da müəyyən bir məhkəmə qərarı formalaşacaqdı və həmin məhkəmə qərarına əsasən biz onu hüquqi olaraq təqsirkar hesab edəcəkdik. Lakin Səlma xanımın onu gizlətməsi nəticəsində Murad hüquq mühafizə orqanlarından yayınmışdır və onun məhkəmə qarşısında ittiham olması, hansısa bir belə deyək, yargılanması mümkün olmamışdı. Və biz əgər bugün burada Səlma xanımın onun gizlətməsini, onun ağır cinayət törətmiş bir şəxsi qatili gizlətməsini müzakirə edirsə, deməli burada Muradın da artıq təqsiri vardır. Onu demək çalışıram ki, məntiqi ardıcılıqla Muradın qətli sübuta yetirilmişdir. Əsərdə biz Muradın qətli haqqında məlumatımız var və bu sübuta yetirilmişdir. Sadəcə onun haqqında məhkəmə qərarının olmaması, dediyim kimi, Səlma xanımın onu gizlətməsi ilə bağlıdır. Gizlətməsi ilə bağlıdır daha doğrusu. Aydındır, təşəkkür edirəm. İndi də mən növbəti iki sual verəcəm. Deməli, suallardan biri nədir? Biz burada, yəni daha doğrusu siz ittiham haqqında əməlin cinayət məcəlləsinin 307.3-cü maddəsi ilə tövsif edilməli olduğunu qeyd elədiniz. Amma məsələn cinayət məcəlləsinin 307.2-ci maddəsi də var ki, ağır cinayəti törətməyə görə, ağır cinayət törədilərsə və bu gizlədilərsə, bunun özü də ayrıca bir məsuliyyətdir. Yəni siz nəyə əsasən iddia edirsiniz ki, Səlma ana məhz xüsusilə ağır cinayəti gizlədib? Məsələn, ola bilər ki, sualı tamamlayım, məhkəmə qərar verə və Murad barəsində ittiham hökmü çıxarsa belə cəzanı az təyin edər. Onda bu kateqoriyanı dəyişmirmi ki, cəza elə bil ki, az olsa, deməli kateqoriyada dəyişir, ağır cinayət olur, yaxud xüsusilə ağır olur. İndi fikri bizdən asılıdır bu. Yəni məhz 307.3-də dayanmısınız? Cinayət Məcəlləsinin 15-ci maddəsinə əsasən ağır və xüsusilə ağır cinayət anlayışı verilmişdir və həmin maddəyə əsasən biz deyə bilərik ki, Muradın törətdiyi əməl xüsusilə ağır cinayətdir və qəsdən adam öldürməkdir. Və dediyiniz kimi məhkəmənin qərarı əgər ağır cinayət kimi verilsə, hansı ki bu bizə hazırda məlum deyil, o zaman biz buna sadəcə məhkəmənin ədalətli prinsipin aspektindən baxmalıyıq ki, məhkəmə hansı cür qərar verəcək. Lakin dediyim kimi, Cinayət Məcəlləsinin 15-ci maddəsinə əsasən verilmiş ağır və xüsusilə ağır cinayət anlayışı, baxsaq, Muradın qətl əməli xüsusilə ağır cinayət kateqoriyasına daha uyğun gəlir. Son cümlə zəhmət olmasa bir də təkrarlayarsınız. Nəyə görə deyirəm? Yekun mövqe nə oldu? Nəyə görə xüsusilə ağır cinayətdir bu? Ağır deyil. Nəyə əsasən dediniz, baxaq? Cinayət Məcəlləsinin 15-ci maddəsində ağır və xüsusilə ağır, bəli, və Muradın qətl törətməsi, birbaşa qətl törədir, yəni Qanpoladı öldürür, bu da xüsusilə ağır cinayət kateqoriyasına daxildir. Bəs nəyə görə xüsusilə ağırdır? Onu elə bir o hissədə demədiniz, düzdür? Fikir burada bitdi də, yoxsa mən yanlış anladım? Yəni, necə, qətl hadisəsi düşünürəm ki, xüsusilə ağır cinayətə aiddir, yəni Cinayət Məcəlləsinin 15-ci maddəyə əsas. Aydın. Növbəti sual, son sualdır bu. Bir dəqiqə qeyd aparım. Son sual belədir ki, əslində bu sual müdafiəçiyə verdiyim sualla əlaqəli sadəcə bir qədər fərqli formadadır. Ona görə eyni hakim verir bu sualı.
hüququn universal bir prinsipi var, hansı ki bütün hüquq sahələri üçün keçərlidir bu prinsip. Söhbət ədalətlilik prinsipindən gedir və ədalətlilik prinsipi bir çox şərtlər müəyyənləşdirir ki, qanunvericilik də bunun üzərinə formalaşır. Nəzərə alsaq ki, Səlmə ana burada oğlunun öldürülməsi faktını gizlədir. Hətta siz deyən kimi gizlətməyi qəbul eləsək. Burada ölən oğludur və onun hüquq mühafizə orqanlarına xəbər verməməsi ictimai təhlükəli əməldirmi ki, biz deyək, yox, biz qanunçuluq prinsipini əsas götürməklə mütləq ki, Səlmə ananı bu maddə ilə məsuliyyətə cəlb eləməliyik, mümkün deyil. Səlmə ana azadlıqda qalsa, o ictimai təhlükəli şəxsdir, başqalarına da zərər vura bilər və başqalarına münasibət cinayət törədə bilər. Bu prizmadan yanaşsaq məsələyə, çünki hakim, daha doğrusu hakimlər qanunu sadəcə formal cəhətdən tətbiq eləmir. Məsələnin mahiyyətinə varır və işin faktiki hallarını da nəzərə alır. Bundan bağlı bəs nə düşünürsünüz? Niyə siz deyən kimi eləyək? Gəlin baxaq. Əgər həmin situasiyada Səlma xanım öz oğlunun qatilini belə gizlədə bilirsə, deməli gələcəkdə başqa bir situasiyada onun hər hansı ki rastlaşsa, oğlu olmasa belə, yəni əgər oğlunu gizlədə bilirsə, əgər adam da ana ürəyi belə desək, bəhanəsindən yenə də gizlədə bilər. Ona görə düşünürəm ki, əgər bu əməlin qarşısı alınmasa, gələcəkdə yenə ondan aman istəyən hər hansı bir şəxsə qarşı həmin hadisə təkrarlana bilər və nəticədə ictimai təhlükəliliyi artmış hadisə olacaqdır. Cəmiyyətdə cinayətkar meyllərin artmasına şərait yaradacaqdır. Aha, bitdi. Suallar, cavablar. Hakimlər ilkin qərar vermək üçün kameranı və sazı bağlayın. Həyəcanlı anlar. Hakimlər yekun olaraq ittihamın təmin olunması barədə qərar qəbul edir. Predikativ kod məhkəmə simulyasiyası müsabiqəsində final turunun nəticələrinə əsasən birinci yerin sahibi 47 balla Rəvan Rüstəmzadə olur. Təşəkkürlər. Təbrik edirik. İkinci yeri isə sahibi Bahar Məmmədli 45 balla olur. İndi isə gəlin əsaslandırmanı eləyək. Başlayaq. Deməli, Rəvan Rüstəmzadə hüquqi əsaslandırma 10 bal. Hətta biz hakimlər olaraq düşündük ki, belə hüquqi dərinliyə gedə bilməz ittihamcı, bəlkə çətinlik yaşayar. Düzdür, biz sualları öncə də müəyyən eləmişdik püşk atmadan əvvəl. Amma xüsusən məsələn orada bir neçə arqument oldu, mən deyəcəm. CPM-in 7.0.32-ci maddəsinə istinad, yaxın qohum məsələsi çox bəyəndim. Çünki orada həqiqətən də Səlma ilə Muradın əgər yaxın qohum olduğunu düşünsəydik, yaxın qohumları ifşa etmədə sərbəstlik prinsipi var da, konstitusiyadan gəlir. Səhv etmirəmsə 66-cı maddədən. O məsələ yaxşı vurğulandı. Daha sonra qabaqcadan vəd etmədən məsələsi, vəd etsəydi necə olardı iştirakçılıq, bunu heç gözləmirdim. Bunu çox bəyəndim. Bu ikisi xüsusən xoşuma gəldi. Xüsusilə ağır cinayət olmasına elə burdaca demək, niyə xüsusilə ağırdır, çox qəşəng idi. Üzr istəyirəm, təsdiqləyirəm. O xüsusi ağır cinayət məsələsində mən tam olaraq fikrimi çatdıra bilmədim. Orada mən Cinayət Məcəlləsinin 120.2.1-ci maddəsinə istinad eləməyə çalışırdım. Sadəcə orada mən həbs müddətini unutduğuma görə onu tam çatdıra bilmədim. İndi baxdım 14 ildən 24-ə qədər imiş. Əslində sizdən gözlənilən cavab o idi, daha dəqiq. Ona görə indi o hissəyə gələcəm. Biraz bal kəsib o hissədə. Hətta mən dəqiqləşdirmə məqsədilə sual da verdim. İndi hələ bundan danışaq. Bəli. İstəyirəm, neçə il dediniz? Onu dəqiqləşdirək, çünki yayımlanacaq video. Neçə il? 14 ildən 24-ə qədər deyildi. 12 ildən yuxarı, yəni ümumiyyətlə azadlığa məhkum etmənin Respublika ərazisində maksimal 20 ildir. Ondan yuxarı hədd yoxdur. Yəni praktik olaraq deyirik ki, 12-20 il arası xüsusilə ağır cinayət hesab olunur. 20 ilə də aydındır. Yəni mən başa düşdüm, demək istəyir ki, tərəf maddənin sanksiyasını demək istəyirdim. Sadəcə yadımda deyildi demədim. Baxın 20 yox 24 deməsi təbii ki, hüquqi baxımdan doğru deyil, amma əsas sualı tutmağı yaxşı oldu indi. Qeyd hissəsi yaxşı vurğulandı 307-ci maddənin. Bunu da özümdə qeyd etmişəm. Gizlətmənin iradəvi olması. Bu da çox önəmli məsələdir. Həqiqətən bilərək və istəyərək gizlədib, təsadüf nəticəsində olmayıb. Həmçinin ana ürəyi ilə, analıq, qonaqpərvərlik düşüncələri ilə bunun əsaslandırılmasının hüquqi baxımdan qəbul edilməz olduğunu da vurğuladı tərəf, ittihamçı tərəf və düz elədi. Yəni bir sözlə demək olar hər şey yaxşı idi və 10 balla qiymətləndirildi. İndi müdafiəçiyə gələk. Bu da çox yaxşı idi həqiqətən. Onsuz da bal fərqi 2-dir. Əsas fərq məncə hakimlərin sualında açılıb. 9 balla qiymətləndirilib. Mən Baharda nəyi çox bəyəndim? Açıq bunu da çox gözləmirdim. Düzdür, mənbə kimi vermişdik, amma belə təfərrüatına varmağı çox yaxşı olub ki, Muradla bağlı məhkəmənin, hətta hakimlərdən biri də səhv etmirəmsə elə digər hakimimiz o sualı verdi ki, məhkəmənin axı Muradla bağlı qanuni qüvvəyə minmiş hökmü yoxdur.
belə olan halda biz elə bir ağacın kökü olmadan biz budağından danışırıq da, elə bir vəziyyətdən bəhs edilə bilərdi burada. Və o arqumenti çox bəyəndim. Tam müsbət qiymətləndirilib. Sonra müsbət nələr olub? Demək burada qeyd olundu ki, 307.3-cü maddə daha doğrusu müsbətləri artıq demirəm, digər məsələləri qarışıq deyəcəm. 307.3 Konstitusiya Məhkəməsinin qərarında baxırıq ki, təkcə şəxsi gizlətmə deyil. Əslində bəli, o hissə doğru idi, amma nitqdən elə anlaşıldı ki, hətta bu bir neçə dəfə təkrarlandı. Yəni sadəcə şəxsi gizlətmək də əslində məsuliyyətə səbəb olur. Ola bilər aləti, predmeti gizlətməyib, amma tək şəxsi gizlətsə də o Konstitusiya Məhkəməsinin qərarını o hissədə ola bilər yanlış başa düşmüsünüz. Niyə? Çünki o sadalama o demək deyil ki, bütün hallar birgə olmalıdır. Biraz bu problem oldu. Bir də bəyənmədiyim məsələ, cəza verilsə Səlma ananın şərəf ləyaqəti alçalar. Bu biraz həqiqətən o qədər də yerində arqument deyildi. Sonra deyir ki, Səlma ana bilmirdi ki, o cinayət törədib. Bunu səhv eləmirəmsə Murada münasibətdə dedi hörmətli iştirakçımız. Ya da ki, Səlma ananın özünə münasibətdə. İndi onu bir dənə dəqiqləşdirək. Hansını nəzərdə tuturdunuz? Deyir ki, Səlma ana bilmirdi ki, cinayət törədib. Murada münasibətdə nəzərdə tuturdum, amma bir hissə var, qeyd elədim ki, əsərin davamında belə olur, bura qədər bilmirdi. Aha, aydındır. Yenə elə olsa belə əslində o hissədən sonranın üstündə daha çox qırğın gedirindi. Qırğın gedirdi daha doğrusu ki, biləndən sonra yaxşı niyə belə elədin? Yəni bu arqument bu hissədə o qədər də tutarlı olmadı deyə düşünürəm. Bu arada rəğmə sadəcə bir bal kəsdi var. Niyə? Çünki kiçik hissələrdir. Hamısını toplayanda elə ortaya bir bal çıxır. Çünki müqayisə edəndə həqiqətən Rəvanın çıxışı bir hissədə fərqlənirdi Bahardan. Hər nə qədər Baharın çıxışı ümumi götürəndə yaxşı olsa da, bəyənmədiyim bir şey var və bunu indi yadıma düşdü. Qohumluq faktı sübuta yetirilməyib. Yəni bu birincisi sübuta yetirilməli olan bir məsələ deyildi zaten. Çünki belə deyək də, əsər boyunca biz onu bir görürük. İkincisi, cinayətdə sübut edilməli olan hallar məsələsi var. Əslində bu doğru düşmür. Hətta siz düşdüyünü iddia eləsəz belə, yəni arqumentimiz odur ki, əsərdə var bu. Biraz təhrif etmə oldu orada cüzücə və yanlış əlaqələndirmə oldu. Ona görə burdan da bir bal kəsilib. 19 belə getdi. Təksib. Təksib əks təksibdə deməli, Rəvana 8 yazmışam. Çünki o qədər də açıq təksibi bəyənmədim. Niyə bəyənmədim? Bahar çox danışdı. Çox arqument gətirdi. Səhv də olsa, yarımsıq da olsa, arqumentləri çox idi. O qədər çox arqumentə sadəcə 2-3 məsələ deyildi. Onlardan da ən çox birini, ikisini, daha çox da birini bəyəndim. O da o idi ki, qohumluq məsələsi. İndicə mənim dediyim. Qeyd elədiniz ki, əsərdə bu təsdiqlənir. Yəni onun təksibi qəşəng idi. Sonra orada Muradın öldürülməsi məsələsi var idi. Açığı o hissə də belə qaranlıq bir şey oldu ki, yəni əgər Səlma ana desəydi, ölümün də qarşısını almış olacaqdım. Yəni belə qəribə bir arqument oldu. O hissəni açıqcası qəbul eləmədim. Qatilin evində gizlətmək məsələsi, bəli, əvvəldə sığınacaq verir. Onu əlaqələndirdi, amma yenə deyirəm, Baharın dediyi çox şey münasibət bildirmək olardı. Məsələn, təqsirsizlik prezumpsiyasını deyə Bahar. Mən gözləyirdim ki, ona münasibət bildirilsin. Sonra hüquq mühafizə orqanlarına Bahar iddia edirdi ki, axı orada gedib çata bilməzdi dövrün reallığına görə. Onu da deməyi unutdum. O da qəşəng arqument idi. Ona görə 9 balla qiymətləndirilib, yəni daha aşağı yox. Ona bir dəlik göstərilmədi təksibdə. Ona görə 8 balla qiymətləndirilib. Əks təksibi deyim. Bahara 9 yazmışam. Yəni yaxşı idi ümumi götürəndə. Sadəcə niyə onda onluq olmadı? Yenə də Rəvanın dediyi çox idi. O çoxluğa çox cavab gələ bilərdi əslində. Hər detala münasibət bildirilə bilərdi. Çünki nəzərə alaq ki, bu finaldır və maksimum adətən tərəflər nə edir? Gücü hüquqi əsaslandırmaya verir. Oradan bal götürürlər. Və çox şey dediklərinə görə də sizin o əks cavabınız da əslində çox olmalıdır və hər birinə münasibətdə məsələn deməlisiniz ki, qarşı tərəf bunu deyir, amma bu belə deyir. Yaxud belə deyir, amma belə deyil, elədir. Bu tam olmadığına görə, amma yenə müqayisədə Rəvanla müqayisədə daha yaxşı olduğuna görə 9 balla qiymətləndirdim. Yəni görürsüz aramızda bərabərlik oldu bu hissədə. 18-18 xal. İndi gəlirik fərqin açıldığı hissəyə. Mən istəyirəm digər hakimimiz də desin, o ballarını desin, kimə neçə yazır. Mən də öz ballarımı deyərəm və niyə. Demək, digər hakimin də dediyi kimi, bizdə fərqlər yarandı hakimin suallarında. Vaxtdan nitqi hər ikisi də 10-dur. Suallara gələk, müdafiəçi tərəfə sual vermişdim ki, Muradın öldürdüyü faktını bilərək Səlma ana onu əfv edir və bu dolayı yolla Səlma ananın onu gizlətdiyi demək deyilmi cinayəti. Siz deməliydiniz ki, onu əfv edir və onu göndərir, deyir get. Onu gizlətmir evində, onu gizlətmir də, aydındırmı? Yəni belə bir konkret cavabla sonda gətirdiniz bura məsələni. Əvvəl çox yayındınız. Ümumiyyətlə hər iki sualda çox yayınma oldu. Birinci sualı sonda gətirdiniz ki, bu gizlətmə, dolayı yolla gizlətmə deyil. Yəni burada mən avtomatik bal kəsmə aldım çünki cavab konkret deyildi. 3.3 33-dən 2.5
balla qiymətləndirildi. İkinci sual isə, sizə verdiyim ikinci sual isə çox əlaqəsiz fərq etdinizsə, sonda özünüzü təsdiq elədiniz ki, bu Cinayət Məcəlləsinin 307.1-ci maddəsindən yox, 307.3-cü maddədən təvsif olunmalıdır. Sonra dediniz ki, üzr istəyirəm, təvsif olunmamalıdır. Bunu nəzərə aldım təbii ki, yəni istər-istəməz oradan bal kəsilməli idi. Belə deyək, orada xəbər verməməni gizlətmə arasında fərqi soruşdum. Konstitusiya Məhkəməsinin plenum qərarında, əgər oxumuşdunuzsa, araşdırmışdınızsa, gizlətmə ilə xəbər verməmənin fərqi aydın şəkildə izah olunmuşdur ki, gizlətmə aktiv bir fəaliyyətdir. Yəni onu konkret olaraq cinayətkarı bilirsən və öz yanında gizlədirsən və ya hər hansı bir sığınacaqda da gizlədirsən. Xəbər verməmə isə onun yəni bilirsən belə bir cinayət törətdiyin, saxlamırsan, gizlətmirsən, amma sadəcə olaraq aidiyyatı orqanlara xəbər vermirsən. Bu xəbər vermə passiv fəaliyyətdir. Belə bir fərqi, konkret bir fərqi var. Onu araşdırma əsasında əgər baxmışdınızsa o qərara, belə bir konkret cavabı var idi. Buna görə buna 1.5 ilə qiymətləndirdim. Ümumi sizə 6.66-dan 4 bal verdim hakimin sualına cavab. İttihamçı tərəfinə verdiyim sual isə təqsirsizlik prezumpsiyası ilə bağlı idi. Təqsirsizlik prezumpsiyası Azərbaycan Respublikasının Konstitusiyasının 63-cü maddəsində təsbit olunmuşdur. Deyir ki, təqsirləndirilən şəxsin təqsiri qanunla müəyyən olunmuş qaydada sübuta yetirilməyibsə və məhkəmənin bu barədə qanun qüvvəyə minmiş hökmü yoxdursa, şəxs təqsirsiz hesab olunur. Mən sizə dedim ki, məhkəmənin qanun qüvvəyə minmiş hökmü yoxdur. Bəs nəyə görə ortada cinayət olduğunu hesab edirsiniz? Dolayı yolla Səlmanla da bu mövcud cinayəti gizlətdiniz və siz çox yaxşı cavab verdiniz mənə ki, burada sübut var. Çünki orada iki qayda var. Bir, qanun qüvvəyə minmiş hökm və qanunla müəyyən olunmuş qaydada sübuta yetirilmə. Siz dediniz ki, əsərdən konkret faktiki olaraq çıxır ki, bu əməl sübuta yetirilib ki, konkret olaraq bu cinayəti Murad törədib. Ona görə də sizə 3.33 baldan 3 bal verdim. 0.33 də gözünüzdə olsun. Yəni çox bəyəndim bu suala cavabı. Belə, başqa təsdir eləməyə olduğum bir şey yoxdur. Bütün qiymətləndirməni aydın açıqladım. Ümid ki, aydın oldu. İndi öz hissəmə münasibətdə deyim. Bahardan başladıq da müzakirədən. Düzdürmü? Hə. Mən Bahara bir sual vermişdim ki, yenə də ittihamçıya verdiyim sual bənzər, əlaqəli, amma fərqli qoyğuşdaydı sual. Ki, bəs siz necə düşünürsünüz? Ədalətlilik prinsipi baxımından da yanaşmalıyıq, yoxsa siz iddia edirsiniz ki, ümumiyyətlə cinayət yoxdur? 2.5 vermişəm. Yəni əslində 3.3-dən yaxud 3.33-dən 2.5 yaxşıdır. Nədə 0.8 bal kəsinti oldu deyəcəm. Hətta hiss elədinizsə sonda sualın cavabını daha aydın başa düşməyim üçün yəni sualın özünə bir əlavə sual da verdim. Məqsəd sırf aydın olması idi. Yenə də təəssüf ki, tam cavabı ala bilmədim. Demək, məsələ nədir? Əvvəl qeyd elədiniz ki, ikisini də dediniz. Dediniz ki, yaxın qohum, daha doğrusu yox, cinayət məsuliyyətinə cəlb olunmamalıdır, fikrimiz budur. Amma ki, biz istisnada nəzərə almalıyıq. Yəni ki, çünki ədalətlilik prinsipi daha əsaslıdır. Sonra təzədən sual verdim. Elə bil deyildi ki, hə, yox, cinayət məsuliyyətinə cəlb olunmamalıdır. İndi sonra soruşdum ki, indi hansıdır mövqeyiniz? İkisindən birini seçirsiniz, yoxsa ikisini də? Siz axırda ikisini dediniz. Əsaslandırma düzü idi. Ona görə 2.5 bal vermişəm. Amma cavab belə verilməməli idi. Məsələn, əsaslandırma bu cür qalıb da cavab belə verilməli idi ki, biz qəbul etməliyik ki, bu dəqiq sualdır, yəni bunun o yanı bu yanı yoxdur. Biz qəbul etməliyik ki, maddə bunu bizə demir ki, cinayət əgər sənin oğul-və münasibətdə törədilibsə, ailə üzvə münasibətdə törədilibsə, biz səni məsuliyyətə cəlb etmirik. Əgər sənəddə bunu gizlətsən belə, xəbər verməsən belə, siz bunu qoymalıydınız qırağa. Sırf o nöqtədən yapışmalıydınız ki, yəni o başda müdafiə etdiyiniz məsələ cinayət məsuliyyətinə cəlb edilməməlidir. Təəssüf ki, bu hissədə yəni çox da ciddi olmasa belə müəyyən qədər bal kəsintisi edilməli oldu. Sonra ittihamçıda nə məsələlər var idi? Sonuncu sual 3.3 balla tam qiymətləndirilib. O sual vermişdim. Bahara verdiyim sualın bir tərsinə qoyulması idi. Ona çox yaxşı cavab gəldi ki, bu gün öz oğlunun qatilini ana ürəyi, qonaqpərvərlik əsası ilə gizlədirsə şəxs, sabah eyni məsələni başqa formada deyə bilər. Başqa şəxslər də gizlədə bilər, mərhəmətdən, rəhimlilikdən və bu şəxsin ictimai təhlükəliliyini artıran. Və bu çox yaxşı əsaslandırma idi. Bahar çünki elə bil buna əksinə məsələn əks təqsirdə deyilsəydi daha yaxşı olardı. Eybi yox. Daha doğrusu təkrizdə. Bahar çünki nitqini daha çox onun üzərində qurmuşdu ki, ictimai təhlükəlilik yoxdur. Ona görə məsələn onun çıxışı da cəmi 1 bal fərqlə qiymətləndirilib. Bu hissədə elə bir o arqumenti də dağıda bildiniz, tam balla qiymətləndirildi. Bir dənə də sual vermişdim. Hə, yadıma düşdü hansı sualdır? Baxmağa gərək yoxdur. Təsrifat məsələsi. Ona da 2.5 bal vermişəm. Bahara verdiyim baldan eynidir. Niyə? 15-ci maddəyə istinad etmək çox doğru idi və yerində idi ki, orada kateqoriyalara bölünüb. Böyük ictimai təhlükə törətməyən, az ağır, ağır, xüsusilə ağır.
Sual ona bilərdi ki, mən bunu hardan bilim? Yəni onsuz da biz demişdik ki, maddəni araşdırın. Maddənin içində yazılanlar da deməli araşdırılmalı idi. Xüsusilə ağır-ağır ona görə idi ki, bəli 120-ci əgər 121 deyirsinizsə, 9 ildən 14 ilə kimidir. Yəni 12 ildən çoxdur. Nöqtə 2 ağırlaşdırıcı hallardan hər hansı birini də deyirsinizsə, yenə də 14 ildən çoxdur. Bu da avtomatik 12 ildən çox eləyəcəyinə görə sıfır cavab bu olmalı idi. Amma mən sırf onu nəzərə alaraq ki, siz 15-ci maddəyə istinad elədiniz, demək ki, bilirsiniz təsnifat nəyin üzərinə qurulur. Ona görə 2,5 bal verdim. Amma əgər sırf sonda bax bizim qiymətləndirməmizdə dediyiniz kimi desəydiniz ki, 12 il məsələsinə görədir, onda tam bal verəcəkdim. Belə ümid edirəm ki, hər hansı bir narazılıq və yaxud narahatlıq yoxdur qiymətləndirmədə. Onsuz da qiymətləndirmənin nəticələrini də göndərəcəyik. 3 bal, 2,5 bal, 3,3 bal rəvandadır. Bu da eləyir toplam 8,8 bal, yuvarlaq 9 bal. Baharda 2,5, 1,5 digər hakimimizin verdiyi ballardır. Mən də 2,5 vermişəm. Bu da eləyir 6,5, yuvarlaq 7 bal. Yəni 9-un 7-yə 2 bal burada fərq olub və ümumi nəticədə təsirini göstərir. Belə, hər iki tərəfin mükafatı, üç tərəfin belə deyək, yəni 3 yerin mükafatı, sertifikatı yaxın günlərdə təqdim olunacaq, təltif olunacaqsınız. Bu barədə sizə məlumat göndəriləcək. Uğurlar arzu edirik gələcək fəaliyyətinizdə və Predikativ Kort Məhkəməsi Münasibəsi müsabiqəsinin bütün izləyicilərinə də izlədikləri üçün təşəkkür edirik. Təşəkkürlər. Sağ olun, təşəkkürlər iştirakınız üçün.